Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi yenidən. Tənliklərlə bağlı mövzu izahını sizə təqdim eləmişdik. Bu gün isə sizə xəzinə kimi bir izah təqdim eləyəcəm. Sözün əsl mənasında xəzinədir. Çünki 2020-ci ildən bu yana MİQ qəbul imtahanında ibtidai sinif müəllimlərinə düşən, tənliklərlə bağlı düşən hər bir sualın izahını sizə verəcəm. Həm 2020, həm 2021, 2022 hamısı rəsmi suallardır. İmtahanda iştirak edən müəllimlər onsuz da suallara baxanda bunları xatırlayacaqlar. Təbii ki, suallar eyni zamanda sertifikasiya müəllimləri üçün də olduqca vacib və faydalıdır. Çünki hər iki imtahanda tənliklər var və proqram eyniləşib. Keçək suallarımızın izahına. 2020-nin qəbul sualına baxırıq. 140 çıxılsın 60 bölünsün 5x üstə gələk 2 bərabər 135. Mövzu izahında qeyd elədiyimiz kimi bütün tənliklərin, qarışıq tənliklər olsun, sizə mürəkkəb gələn tənliklər olsun, hər birinin həlli sadə tənliklər kimi düşünülüb həll olunur. Məhsul azalanın tapılması, məhsul çıxılan, məhsul bölünən, bölən, məhsul vuruq, məhsul toplanan. Burada hansı olacaq? Baxın, azalan, çıxılan, fərq. Bizdə məhsul, burada bax bu hissədə çıxılandır. Yəni 140-dan başqa cür desək, nəyi çıxanda 135 qalır? 5-i. Onu da yazacaq bura. 60 bölünsün 5x üstə gələk 2 bərabərdir. 140-dan 135-i çıxanda 5. Yəni məhsul çıxılan tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır. İndi buradan davam eləsək, bu bizə nəyi verir? Bölünən, bölən, qismət. Burada məhsul olan böləndir. Məhsul böləni tapmaq üçün bölünəni qismətə bölmək lazımdır. Başqa cür belə ifadə edə bilərik. 60-ı nəyə böləndə 5 alınır. Buradan 5x üstə gələk 2 bərabər 60-ı 5-ə böldük 12. Buradan 5x bərabərdə 12-dən 2-ni çıxdıq. 10x də bərabər 2 aldıq. Demək, 2020-də qəbula düşən tənlik sualının cavabı 2 doğru cavab D variantı. Baxırıq 2021-ci ilin qəbul sualına. Burada mötərizələrin sayı çoxdur. Bu sizi qətiyyən çaşdırmasın. Yazırıq 3 mötərizə, 3 vurulsun x, çıxılsın 7, vurulsun 4, üstə gələk 5, vurulsun 4, çıxılsın 7, bölünsün 9, üstə gələk 12 bərabər 17. Əla. Gəlin bunu həll edək. Nə demişdik? Demişdik ki, uzun, yəni mürəkkəb sayılan tənliklərdə ən kənarlardan təmizliyə gedirik. Loru dildə də səslənsə belə. Baxın, bu üstə gəl 12 var. Bu bir tərəfə keçəndə çıx 12 olur. Yəni, bərabərliyin solundan sağına, eləcə də sağından soluna nəsə keçirilirsə, öz işarəsini əksinə dəyişir. Toplama çıxma ilə, çıxma toplama ilə, bölmə vurma ilə, vurma bölmə ilə əvəz olur. Başqa cür desək, bu da məhsul toplanandır. Buradan bura qədər məhsul toplanandır. Bunu birbaşa burada 17-dən 12 çıxıb 5 yaza bilərik. Bəli. Bir də təkrar yazmayaq. Bərabərdir 5. İndi davam eləsək buradan. Bu nədir? Bölünən, bölən, qismət. Nəyin tapılmasıdır burada məhsul? Bölünənin tapılmasıdır. Bütövlükdə bu ifadə bizə məhsul bölünəndir. Nəyi 9-a böləndə 5 eləyir. Başqa cür belə deyə bilərik. Böl 9 bərabərliyin sağ tərəfinə keçir. Vur 9 ilə əvəz olunur və bu mötərizələr də mənasını itirir. Mötərizələrin artıq bir mənası ona görə qalmır ki, bu mötərizələr burada böl 9 var idi deyə burada qalırdı. Belə deyək də bu kənarları daxilində tuturdu. Artıq 9 keçdiyindən onların mənası qalmır. Qaldı 2 mötərizə. 3 vurulsun x, çıxılsın 7, vurulsun 4, üstə gələk 5, vurulsun 4, çıxılsın 7 bərabər 9 keçir bu bir tərəfə. 5 elədi? 45. Davam eləsək, indi azalan kimi məhsul azalanın tapılması kimi baxsaq və ya çıx 7 bu bir tərəfə keçsə toplama 7 ilə əvəz olunur. Çünki işarə əksinə dəyişəcək. Nəticə olaraq burada qalır 3 vurulsun x, çıxılsın 7, vurulsun 4, üstə gələk 5, vurulsun 4 bərabər 7 keçdi bu bir tərəfə alınır 52. İndi vurma 4 var, vuraq 4 var. Vuraq 4 bu bir tərəfə keçir, böl 4 ilə əvəz olunur və ya məhsul vuruğun tapılması kimi də yanaşa bilərik. Bu mötərizələr də buradan mənasını itirir. 3 vurulsun x, çıxılsın 7, vurulsun 4, üstə gələk 5 bərabərdir 13. Davam eləyək. Üstə gəl 5 bu bir tərəfə keçir. Çıx 5 ilə əvəz olunur. O zaman burada qalır 3 vurulsun x, çıxılsın 7, vurulsun 4 bərabərdir 8.
3 vurulsun x çıxılsın 7 bərabərdir. Vur 4 bu bir tərəfə keçir. Böl 4 ilə əvəz olunur. Yəni nəyi 4-ə vuranda 8 eləyir 2. 3 vurulsun x bərabərdir. Çıx 7 bu bir tərəfə keçir. Topla 7 ilə əvəz olunur 9. X də bərabər 3. X-in 3 olduğunu tapdıq. Bizdən də tənliyin kökünü soruşur. Sadəcə tənliyi həll eləyin. Doğru cavab elədi C variantı. Növbəti 2022-nin qəbul sualına baxırıq. 2022-nin qəbul sualında 2022-dən bu yana artıq tənliklərdə belə deyək, cavablarla bağlı iş görmək, inteqrasiya sualda deyə bilərik. Bir sualda bir neçə mövzunu bilmək, bir neçə bölməni bilmək zərurəti yaranır. Çünki burada məsələn yuvarlaqlaşdırma var, cüt ədədlər var və s. və ilə. Baxaq, əvvəlcə tənliyimizi həll edəcəyik. Tənliyin həlli bura sığar, ona görə buradan yazaq. 8 vurulsun 2 üstə gələk x çıxılsın 5 vurulsun x minus 4 bərabər 90. Neynəyəcəyik? Bu tənlikdə mötərizələrin qarşısındakı əmsalları mötərizəyə vurub açacağıq. 8-i 2-yə vuranda elədi 16 üstə gələk. Bu 8-i bu x-ə vuranda üstə gələk 8x. Mötərizənin qarşısında mənfi işarəsi olanda diqqətli olmaq lazımdır. Bu 5-i bu x-ə vuranda elədi çıx 5x. Bu mənfini bu buradakı mənfiyə vuranda, yəni bax bu mənfini bu mənfiyə vuranda müsbət eləyir. Diqqət edəcəyimiz məqam bu sualda əsas budur. Mənfi mənfiyə vuranda müsbət üstə gələk 20 bərabərdir 90. Davam eləyək. 8x-dən 5x çıxanda qalır 3x. 16 ilə 20 elədi 36 bərabərdir 90. 3x bərabərdir 90-dan 36-nı çıxanda qalır 54. X də bərabər 54-ü 3-ə böldük. Elədi nə qədər? 18. İndi bizim işimiz 18 nədir? Cavab 18 almışıq. Amma cavablarda 18 yoxdur. Bu bir də müəllimlərdə artıq hansı məsələni belə deyək inkar eləyir. Müəllimlər düşünürdülər ki, mən cavablarla işləyim, cavabları bir-bir qoyum, yoxlayım. Bu həll qaydası deyildi. Mən dəfələrlə demişim. Və görürsünüz, bu sualda siz istəsəz də o qaydadan istifadə edə bilməyəcəksiniz. Məcbur tənliyi həll eləməyi bacarmaq lazımdır. Baxırıq, cavabımız 18-dir. Gəlin 18 haqqında baxaq. A variantına baxırıq. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 140 alınan ən kiçik ədədlə fərqi 117 edər. Onluğa qədər yuvarlaqlaşdıranda ən kiçik ədəd tapmaq üçün ədəddən 5 çıxmaq lazımdır. 140-dan 5-i çıxanda demək burada 135 qaldı. Və 135 ilə fərqi 117 eləyir. Bu 18-in. Görək eli 20. 135-dən 18-i çıxanda cavab qalır nə qədər? 117. Bəli, doğru cavab A variantı. Amma biz hər ehtimala qarşı digər variantları da analiz eləməliyik və nəticə olaraq nəyəsə də öyrənəcəyik. Ən böyük rəqəmli cüt ədəddən 8 dəfə böyükdür. B variantını düşünmək ümumiyyətlə mənasızdır. Ən böyük rəqəmli cüt ədədimiz neçədir? Ən böyük rəqəmli cüt ədədimiz 98-dir. 98-i də 8-ə vuranda 784 edir. Gör nə qədər böyük ədəd alınır. Demək bu mənasızdır, səhvdir. C variantına baxırıq. Ən kiçik 2 rəqəmli cüt ədəddən 6 vahid böyükdür. Ən kiçik 2 rəqəmli ədədimiz 10-dur. Elə cüt dediyinə görə yenə də 10 sayılır. Ən kiçik 2 rəqəmli cüt ədəd 10-dur. Bundan 6 vahid böyükdür. Amma 10, 18 ondan 6 yox, 8 vahid böyük olmalıdır. 16 deyil. Demək bu da səhvdir. D variantına baxırıq. Ən böyük bir rəqəmli tək ədədin 3 qatıdır. Ən böyük bir rəqəmli ədədimiz 9-dur. Tək dediyinə görə yenə də 9-dur. O zaman 9-un 3 qatı eləyir 27, amma burada 18-dir. Desəydik ki, ən böyük bir rəqəmli tək ədədin 2 qatıdır. Doğru olardı. Demək bu da səhvdir. Y variantına baxırıq. Rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli ədədlər. Rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli ədəd 9, 8, 7-dir. Cəmi 1001 eləyir. Baxaq. 987-nin üzərinə 18 gələndə 1005 eləyir. Amma burada 1001 yazılıb. Demək bu da səhvdir. Doğru cavab A variantı. Bu bir növ inteqrasiya sualıdır. Yəni tənliyi həll edirik. Sonra cavablarla da bağlı digər məsələləri analiz edirik. 2023-ün qəbul sualıdır. 2023-də qəbul imtahanında düşən tənlik sualı. Burada da gördüyümüz kimi yenə də tənliyi həll edəcəyik. Tənliyi həll eləməklə yanaşı bizə əlavə bir ifadə də verib gətirib orada yerinə yazıb cavabımızı tapacağıq. Yazaq tənliyimizi 52 bölünsün. 4x üstə gələk 1, üstə gələk 27 bərabər 31. Nə demişdik? Bölmə, vurma və toplama çıxma varsa biz tənliklərdə birinci toplama çıxmadan
canımızı qurtarmalıyıq. Belə ifadə eləsək. 27 bu bir tərəfə keçəcək və çıx 27 ilə əvəz olunacaq. Nəticə olaraq qalacaq 52 bölünsün 4x üstə gələk 1 bərabər 31-dən 27-dən çıxanda 4. İndi buradan davam eləsək, bölünən, bölən, qismət. Məhsul böləni tapmaq üçün bölünəni qismətə bölmək lazımdır. Yəni 52 nəyə böləndə 4 alırıq. Buradan alacağıq 4x üstə gələk 1 bərabər 13. 52-ni böldük 13 elədi 4. Buradan 4x bərabərdir 12. X də bərabər 12-ni 4-ə böldük elədi 3. X-in qiyməti bərabərdir 3-ə. Gətirib burada yerinə yazsaq. Burada yerinə yazsaq 5 vurulsun 26 üstə gələk 15x. 15 dəfə 3 45 üstə gələk 3. Bu da bərabərdir. 26 ilə 45-i toplayanda 71 eləyir. 71-i 5-ə vuranda 355 üstə gələk 3. Bu da elədi 358. Doğru cavab C variantı. Baxın müəllimlər, neynədik? Tənliyimizi rahat həll elədik və sonra aldığımız qiyməti də gətirib digər bir ifadədə yerinə yazdıq. 5-ci sualımız. Tənliyini həll edin və kökünün 4 mislini tapın. Sonra 4 mislindən 5 vahid azad ədi tapın. Kökünü yuvarlaqlaşdırın və s. Belə suallar düşə bilir və düşüb. Ona görə konkret olaraq cavabla işləmək yox, artıq tənliyi həll eləməyi öyrənməlisiniz. Nə edəcəyik? Baxaq, həll eləyək. Vuraq açaq. 8 dəfə 7 56 çıxılsın 32x üstə gələk. 5 dəfə 8 40x minus 5 bərabərdir. 7 dəfə 4 28x üstə gələk 7 üstə gələk 19. Gəlin həll eləyək. Burada 56-dan 5-i çıxanda qalır 51. Üstə gələk 40-dan 32 çıxanda burada qalır 8x bərabərdir. 28x üstə gələk 17 ilə 19 elədi 26. Sağa sola keçirsək buradan alarıq 20x bərabərdir 25. 2024-dən bilirik ki, artıq onluq kəsirlər artırılıb miqə 2025-dən sertifikasiyaya. Yəni nə isə gözləməyin ki, hər zaman 2x bərabərdir 4 olmalıdır və ya 5x bərabər 10 olmalıdır. Cavab onluq kəsirdən də alına bilər. Buradan x bərabərdir 25-i 20-yə böləndə alınacaq 1,25. 1,25 eləyir. İndi 1,25 və tənliyin kökündə 4 mislini tapın. 1,25-i də 4-ə vuranda kanalda onluq kəsirlərlə bağlı 5 hissədə izahımız var. Mütləq ona baxandan sonra sizin onluq kəsirlə bağlı bir probleminiz qalmayacaq. 4-ü vurub atsaq, 4 dəfə 5 20 0 yazaq 2 yadda. 4 dəfə 2 8 2 də yadda 10 0 yazaq 1 yadda. 4 dəfə 1 4 1 də yadda 5. 2 rəqəm olduğuna görə buradan 2 vəcud. 5 doğru cavab elədi D variantı. Sonuncu MİQ 2025 qəbul sualı və gördüyünüz kimi son imtahanlarda düşən suallar əvvəlki 2024 və 25-də düşən suallar 2022-23-dən düşən suallardan biraz sadədir, yəni həll baxımından. Baxaq, burada nə edəcəyik? Demişdik ki, əgər tənlikdə mövcud hesablamalar varsa, onlar dərhal uyğun vəziyyətdə yerinə yetirilir. Bax, 474-ün 6-ya bölünməsi 79 eləcək. Ona görə 11 başa 79 çıxılsın 27 bərabər 507 çıxılsın 5x kimi yaza bilirəm. 79-dan 27-dən çıxanda qalıram bura 52. 507 çıxılsın 5x. 5x bu bir tərəfə gəlir. Alındı burada müsbət 5x. Bu 52 bu bir tərəfə keçir müəllimlər və bu 52 bu bir tərəfə keçəndə 507-dən çıxılacaq. 507-dən də 52-nin çıxanda qalır 455. 455. X də bərabərdir. 455-i 5-ə böləndə 91. Bu 2022-də düşən sualla demək olar ki, bənzər sual inteqrasiya tipli. İndi bizdən bunun 91 ilə bağlı vəziyyət soruşulur. Hansı fikir doğrudur və ya doğru deyildir. 5-ə böldükdə qalıqda 4 alınır. 91-i 5-ə böldükdə sonuncu rəqəmə baxırıq. Sonuncu rəqəm 1-dir, demək qalıq nədir? 1. Bu səhvdir. Onluqlara qədər yuvarlaqlaşırsaq ədəd artır. 91-i onluğa qədər yuvarlaqlaşdıranda təklik onluq. Özündən sonra gələn rəqəm 0, 1, 2, 3, 4-dürsə olduğu kimi qalacaq, sonrakılar 0. 91, 90 oldu. Necə artdı? Azaldı. Demək bu da səhvdir. Yalnız özünə və
7-yə bölünür. 91 bölənləri hansılardır? 1-ə bölünür, 7-yə bölünür. 91 ilə 7-yə böləndə 13 düşür. 7 dəfə 3 21. 13-ə bölünür. Sonra özünə bölünür. Artıq yalnız özünə və 7-yə bölünməsi səhvdir. Yalnız özünə və 7-yə bölünmə deyil. 13-ə də bölünür, 7-yə də bölünür. Demək bu səhvdir. Ən kiçik 3 rəqəmli tək ədəddən 9 vahid kiçikdir. Ən kiçik 3 rəqəmli tək ədədimiz neçədir? 101. 3 rəqəmli ədədimiz 100-dür. Amma tək dediyinə görə 101 olur. 9 vahid kiçikdir. 101-dən 91-i çıxanda 10 eləyir. 10 vahid kiçikdir. 9 vahid yox. Demək bu da səhvdir. 2-yə böldükdə 10-luq kəsir alınır. 2-yə böldükdə gəlin 91-i bölək görək 2-yə. Ümumiyyətlə 2-yə cüt ədədlər bölünür. Sonu 0 və cüt rəqəmlərlə bitən, amma burada onsuz da bu tam bölünməyəcək. Onluq kəsirin gəlin onluq kəsir kimi görək alınır mı? 91 2-yə böləndə 9 2-yə bölünür. 4 dəfə 2 8 1 bölünmür. 1-i düşürdürük. 11 2-yə 5 dəfə 2 10 1 bölünmür. 1 0 qoyuruq. Buradan tam ayırırıq. 45 10 2-yə 5 45,5. Hər şifahi də bölə bilirsiniz. Sadəcə yenə deyirəm, izahı özüm üçün çəkmirəm. Sizlər üçün çəkdiyimə görə hər bir şeyi nöqtə bə nöqtə izah edirəm. Doğru cavab Y. Artıq müəllimlər, bu sizdə müəllim mən imtahandan qorxuram, imtahanda tənlikləri yaza bilmirəm fobiyasını aradan qaldıracaq. Rəsmi olaraq imtahanda iştirak eləyən sualların hər birini sizə, indiyə qədər olan sualların hər birini 2020-dən bu yana izahını təqdim elədim. Kanala abunə olub paylaşmağı unutmayın müəllimlər, dəyərli müəllimlər və endirim.abr qruplarına qeydiyyatımız başlayıb. Əlavə sualınız olsa yazın. Sizə geniş məlumat veriləcək. Sağ olun müəllimlər. Növbəti izahlarımızda görüşərik. Hələlik.